Günəş müəllim, Bəli, eşidirəm müəllim. Buzqıran strategiyası necə tətbiq edilir? Buzqıran strategiyası müəllim dərs ilinin əvvəlində təşkil edir bu strategiyanı. Çox da əvvəllərdə təşkil edir. Ona görə təşkil edir ki, şagirdlər bir-birini nə qədər çox tanısalar, konfliktlər az olar. Səsim gəlir müəllimə. Bəli, Günəş müəllim, mən eşidirəm sizi. Yaxşı gəlir səsiniz. Buzqıran strategiyası müəllim dərs ilinin əvvəlində təşkil edir. Buzqıran strategiyası nə qədər çox təşkil olunsa, o qədər dərslərdə konflikt az olar. Yəni şagirdlər bir-birini nə qədər çox tanısalar, bu konfliktlərin azalmasına da gətirib çıxardılır. Necə tətbiq olunur? Məsələn, sevdiyin aforizmi yaz, sənin keçmişin, indikin, gələcəyin haqqında 3 söz yazırsan, absurd suallardır, tor strategiyasıdır. Sonra paylaşımlardan hər hansısa bir sosial şəbəkədə paylaşım edirsən o storylərində. O postların birini seçirsən və ona cavab yazırsan. Sənə məxsus olan unikal xüsusiyyəti təsvir et. Yəni belə bu strategiyalarla həyata keçirilir. Şagirdlər də bir-birini nə qədər çox tanısa, konflikt bir o qədər az olar sinifdə. Bəli. Məsələn, sevdiyin aforizm. Məsələn, şagirdlər hərəsi 2-3 cümlə da sevdiyi bir aforizmləri deyirlər. Hamısı dinləyir, qulaq asır. Bir şagird o aforizmlərin içindən xoşladığını seçir və ona qısaca bir fikir bildirir. Yəni belə ola bilir. Sonra sənin keçmişin, indikin, gələcəyin haqqında. Məsələn, uşaqlar elə bil ki, kiçik kağızlarda özlərini təsvir edən 3 söz yazırlar. Və onu bir-birləri ilə bölüşürlər, sonra sinifdə müzakirə edirlər. Sənə məxsus olan unikal xüsusiyyət, hamısını mən dedim, bəlkə demək istəyən müəllimə var idi. Günəş müəllim, buyur, o birilərdən də soruşacağam. Nərmin müəllimlə. Nəzrin müəllim dinləyicidir. Yaxşı, mən. Bir də deyirsən, unikal xüsusiyyətlər. Məsələn, elə şagirdlər var ki, məsələn, o hərənin özünün bir əl qabiliyyəti olur. Ya yaxşı bir şeir deyə bilir, yaxşı rəsm çəkir. Yəni, özlərinə məxsus olan hər hansısa bir də özü haqqında məlumat verir. Yəni müzakirə olunur. Sonra müəllim icazə verir şagirdlərə, sosial şəbəkədə hər hansısa bir post paylaşırlar və onlar o sevdiyi postların altından birini seçib ona cavab yazırlar. Sonra absurd suallar səsləndirilir. Məsələn, absurd sualların əgər qarşısında bir əgər işlənilir. Məsələn, əgər insanlar emosiyalarını biruzə verməyi bacarmasaydı, nə baş verərdi, nələr olardı? Əgər sözü ilə də başlayan suallar verirlər. Hər düşündürücü, bu suallar da düşündürücü olmalıdır. Sonra tor strategiyası, müəllim şagirdlərin, məsələn, şagirdlər belə dairə şəklində düzülürlər. Şagirdin biri o toru ip yumaq sapı olur. Yumaq sapını əlinə götürür. Yumaq sapının bir ucunu barmağına 2-3 dəfə dolayır. Məsələn, şagird özü haqqında söz deyir. Məsələn, ya deyir ki, mənim 2 qardaşım var, ya atam nə bilim filan yerdə işləyir. Özü haqqında məlumat verir. Yerdə o dairədə duran şagirdlərdən bu xüsusiyyət hansında varsa, məsələn, o şagird təsdiqləyir ki, bu məndə də var. Eyni zamanda həmən bu sapı, yumağı şagird ötürür digər şagirdə. O da eyni qayda ilə 2-3 dəfə barmağına dolayır sapı. Yenə o da özünə məxsus olanda sözlər deyir, özü haqqında məlumat verir. Yerdə qalan belə davam edir. Sonra müəllim bir şarlar götürür, şarların üzərinə yazılar yazır. O həmən tor fason, hörümçək toruna bənzəyər bir tor alınır. O şarı atır şagirdlər durduğu topanda, torun üstünə. Məsələn, torun o boş qalan yerindən şar düşür yerə, sapla hörülü dolu olan yerində isə qalır. Müəllim yəni şagirdlərə başa salır ki, bizim
orada müəllim deyir ki, bu 20-25 dəqiqə vaxt aparır. Müəllim yəni deyir ki, bizim problemlərimiz hamımızda eyni olsa, biz bunun öhdəsindən gələ bilərik də. Yəni bir olsaq, birlik olsaq, hər bir şeyin öhdəsindən gələrik. Belə. Əhsən. Bu tor strategiyası üçün də bura yumaq lazımdır. Şar, yapışqanlı kağız, qələm, qayçı. Bu qədər müəllimə. Əhsən Günəş müəllim. Səadət müəllim. Salam müəllim, axşamınız xeyir. Axşamın xeyir Səadət müəllim. Buyur sən strategiyaları izah elə. Buzqıran strategiyaları nə üçün lazımdır? Bunun əhəmiyyəti nədir? Buzqıran strategiyasında şagird, müəllim-şagird münasibətlərini tənzimləmək üçün istifadə olunur. Burada əsas məqsəd nədir? Şagirdlər bir-birini tanımasını təmin etməkdir. Şagirdlərin öz haqqında müxtəlif məlumatları bir-birlərlə bölüşürlər. Yəni onların sevimli hobbiləri nədir? Sevimli yeməkləri nədir? Sonra idman növü, hansı kitabı sevirlər, hansı musiqini sevirlər, hansı filmə baxmağı xoşlayırlar. Bu şagirdlərlə birlikdə müəllim də bu fəaliyyətin iştirakçısı hesabı, əgər iştirak etsə bu daha yaxşı olar. Sonra Buzqıran strategiyasında daha çox üstünlükləri nədir? Burada üstünlük ondan ibarətdir ki, şagirdlər bir-birlərini daha yaxından tanıyırlar. Bir-birlərinin gərginliyini aradan götürürlər, belə tanıdıqca. Sonra utancaqlıqları aradan qaldırılır. Bir-birlərinə inam yaranır. Sonra səmərəli öyrənməni təmin edir. Sonra Buzqıran həm canlı, həm də distant şəkildə dərslərdə istifadə etmək olar. Həm canlı şəkildə dərslərdə, həm də onlayn dərslərdə istifadə etmək olar. Əsas məqsəd də düzgün seçilməsi Buzqıran strategiyasının. Sonra müəllimə danışdı, tor şəbəkəsinin, orada necə baş verir onları. Onlar da deyim, yoxsa ehtiyac yoxdur? Adlarını de. Buzqıran strategiyaları hansılardır? Hansılardır? Onun adlarını de. Sevdiyin aforizmi yaz. Aha, Sonra sənin keçmişini, indini və gələcəyini təsvir edən 3 söz yaz. bəli. Şagirdə məxsus olan unikal xüsusiyyətləri təsvir et. Məsələn, şagirdin hansı xüsusiyyətləri var? Cəlddirmi, çevikdirmi, gəzməyi xoşlayandımı, Bəli. xoşlamırmı? Bir də paylaşmalardır. Yəni Paylaşmalardır. müxtəlif ola bilər. Gözəl mahnı oxuya bilər, gözəl şeir yaza bilər və yaxud da balıq ovlamağı sevə bilər məsəl üçün. Yəni xüsusiyyətləri çox ola bilər də insandır. Sonra Bəli. Sonra absurd suallar verirlər. Burada əgər sözlə başlayan absurd, amma eyni zamanda düşündürücü suallar verirlər. Sonra bir də tordur. Müəllimə də tor geniş izah elədi. Yəni uşaqlardan biri barmağına dolayır, sonra o tor elə bir ki, o ip bir-birinə uşaqlardan qırılmadan elə tor şəklində düzdür. əhatə olunur uşaqlarda. Bəs Səadət müəllim, bax bu Buzqıran strategiyasını seçən zamanı nəzərə alınan məqsədlər, uyğunluqlar var da. Məsələn, bunlar hansılardır? Bunlar şagirdlərin bilik səviyyəsi, bir də şagirdlərin sayı uyğun seçilməlidir. Bəli, yəni seçdiyimiz strategiya sinifə uyğun olmalıdır. Sinifə uyğun olmalıdır. Seçdiyimiz materiallar da əvvəlcən hazırlanır, vaxtı bir də vaxt nəzərə alınması. Bəli, vaxtın nəzərə alınması düzdür. Plana uyğun olmalıdır, çeviklik Bəli, orada strategiyasının. müəllimin bir B planı olmalıdır. Məsələn, ola bilər ki, bir üsul seçər, o uyğun gəlməz, uşaqlar Ona görə müəllimin bir B planı olmalıdır ki, o üsul yaramayanda o bir üsuldan istifadə etmək mümkün olsun. İstifadə eləsin, əhsən. Nərmin müəllim, çox sağ ol Səadət müəllim. Siz də sağ Nərmin olun. müəllim, hazırsınız? Dinləyicisiz, lap yaxşı. Günəş müəllim. Günəş müəllim. Bəli, müəllimə. Günəş müəllim, sinif daxili konfliktlərin həll edilməsində nələri həyata keçirərsən ki, konfliktləri həll edəsən? Hansı yollardan istifadə edərsən? Hə, elə bil ki, sinif iclasları keçirdərəm. Aha. Yazılı şəkildə ortaq dəyərlərin yaradılması, bir də xüsusi müəllim strategiyası. Bəli, bax bu yollardan istifadə edə bilərik, düzdür. Niyə Günəş müəllim sinifdə konflikt baş verir? Bunun səbəbi nədir səncə?
Niyə konflikt? Konflikt müəllim elə bil ki, biraz necə deyirlər? Qaydaları düzgün verməndə, əvvəlcə prosedurlar düzgün verməlidir ki, hə. Bəli. Dərsin əvvəlindən müəyyən prosedur və qaydalar olur. Əgər bu Bəli, prosedur qaydalara rəayət eləmirlərsə, deməli Bəli. təzədən qaydalara dəyişmək lazımdır. Bir qədər dəyişiklik eləmək lazımdır. Bəli. Həm də Dərs- ümumiyyətlə insan harda varsa, orada konflikt var da. Bəli. Yəni Hətta uşaqda da. sinifdə də bəli bu qaçılmazdır ki, konflikt olmasın. Yəni konflikt o vaxt baş verir ki, biz hər hansı bir arzu istəyimizi yerinə yetirəndə, onun qarşısı alınanda konflikt baş verir. İndi yaxşı, burada Acı 2 dənə evdə uşaq bəli, yola getmiş. yola getmir görürsən. Bax, Günəş müəllim, dediniz sinif iclaslarının keçirilməsi. Bunu necə keçirərsən? Sinif iclasları elə bir ki, şagird müəllim rəsmi şəkildə də yığışırlar, rəsmi şəkildə yığışırlar. Məsələn, müəllim uşaqlarla iclas keçirdir. Məsələn, konfliktdə olan şagird, əvvəlcə konfliktdə olan şagirdlərdə dinlənilir. Onlar birinci öz nöqteyi nəzərindən bu konflikt necə yaranıb, özləri müzakirə eləyirlər, müəllimə danışırlar. Sonra müəllim şərait yaradır ki, o yerdə qalan digər şagirdlər də problemə təkliflər irəli sürsünlər. Sonra bu konfliktdə olan şagirdlər iclasdan, müzakirədə olan yerdən kənarlaşdırırlar, uzaqlaşırlar. Gedirlər çöldə konfliktlərin həll edirlər, ortaq bir nəticəyə gəlirlər. Sonra gəlib yenə sinifdə müzakirə aparırlar. Bəli. Konfliktləri özləri həll etməyə tapşırılır da, şagirdlər üzərinə buraxılır konfliktləri həll Əgər etmək. müəllim olmayanda isə, müəllim yoxdursa, onda seçim çarxından istifadə edilir. Seçim çarxı belə ağ kağızdan da dairəvi kəsilir, A4 kağızına. Onun üzərinə sözlər yaz. Məsələn, üzr istəməkdir, əl sıxmaqdır, birdən ona qədər saymaq, sakitləşmək, sonra o uzaqlaşmaq, belə başqa bir seçim etmək, yəni belə sözlər yazılır. Sonra şagirdlər bir ortaq məxrəcə gəlirlər də barışırlar sonda. Bəli. Səadət müəllim, Bəli, müəllim. ortaq dəyərlərin yaradılması. Bax bu ortaq dəyərlərin yaradılması necə yaradıla bilər? Ortaq dəyərlərin yaradılması, bu da şagirdlərin məsuliyyət İki cür ortaq dəyərlər. məsuliyyət daşıdıqları məqamlar var, müəllimə. Bu məqamları bir-birinə necə davranmalı olduqları qeyd olunur. Bütün Məsələn, bütün sinif üçün, bir də fərdlər üçün. Bütün sinif üçün, məsələn, biz özümüz bununla başlayır. Yəni, düşüncələrimiz, davranışımız, fiziki sağlamlığımız, məqsədimiz üçün məsuliyyət daşıyırıq. Fərdlər üçün də mən özüm üçün, yəni hisslərim, hərəkətlərim, sözlərim üçün məsuliyyət daşıyıram. Bəli. Yəni, bütün sinif üçün və fərdin özü üçün, hər şagirdin özü üçün ortaq qərar var. Məsuliyyətlər var da, ortaq qərarlar. Əhsən, düzdür. Bax, sinif iclaslarının prinsipləri var, Günəş müəllim. Sinif iclaslarının əsas prinsipləri hansılardır? Necə müəllimə? Sinif iclaslarının keçirilməsinin prinsipləri var. Bunlar hansılardır? Sinif iclasları, o prinsipləri, sinif iclasları, prinsipləri hansıları? Səadət müəllim, kömək eləyə bilərsiniz? Sinif iclaslarının, mütəmməli sual. Prinsipləri. Mən o qarşılıqlı hörmət, Aha. dürüstlük və mehribanlıq. Dürüstlük və mehribanlıq, fəal dinləmə. Bir də fəal dinləmə, bəli. Əhsən, düzdür. Səadət müəllim. Gözlənti nədir? Gözlənti şagirdlərin gözləntilər. Yadına çıxdı gözləntilər. Mənfi müsbət, Səadət müəllimə, mənfi müsbət gözləntidə. İki gözlənti var idi. Bunlardan mənfi yüksək gözlənti, yox, müsbət yüksək gözlənti, mənfi aşağı gözlənti. Bəli. Yəni müəllimin şagirdə onun davranışı, fəaliyyətinin necə olması barədə ötürdüyü mesajdır. İki gözlənti var.
Gözləntiləri də şagirdlərə deyərkən onları aydınlaşdırmaq lazım. Müəllimin gözləntiləri nədir? Hamıya hörmətlə yanaşın, məsuliyyətli olun, təhlükəsizliyə riayət edin. Amma bunları aydınlaşdırmayanda bu şagird üçün aydın olmur. Elə söhbət söz olaraq qalır. Müəllim gərək gözləntiləri hər birinin aydın şəkildə izah eləsin ki, şagird onlara əməl edə bilsin. Əhsən, düzdür. Məsələn, hamıya hörmətlə yanaşın. Bunu necə izah eləyərsən? Necə deməliyik biz? Hamıya hörmətlə yanaşın. Məsələn, başqalar danışında diqqətlə qulaq asın. Onun sözünü kəsməyin, əlinizi qaldırın, növbənizi gözləyin. Sinifdə prosedurlara əməl eləyin, sakit işləyin, başqalarının rahat işləmək üçün şərait yaradın. Nəzakətli sözlərdən istifadə edin, bəli, xeyr. Əhsən. Bəs məsuliyyətli olun, Günəş müəllimə. Məsuliyyətli olun. Yəni koridorda gəzəndə qol hərəkətlərindən O təhlükəsizliyə. Düzdür, o təhlükəsizliyə riayət olunmasıdır. 2024-də onun da adını qoyur, məsuliyyətli olun. Yəni burada necə əl-qol hərəkətlərinə nəzarət edin. Nəzarətində, yəni yeriyəndə əl-qol hərəkəti atmayın, sakitcə yeriyin. Bəli. Sinifdə, dəhlizdə yeriyin. Hər hansı bir hadisə baş versə, gəlin müəllimə və yaxud da yaxınlığında olan insana xəbər verin. Bir də var, dərsə vaxtında gəlin. Sinifə girərkən bütün materialların yerində olmasına əmin olun. Verilən bütün tapşırıqları vaxtında yerinə yetirin. Bunlardır. Saadət müəllim. Bəli, müəllim. Saadət müəllim, qayda nədir? Qaydalar şagirdlərin əməl edə biləcəyi gözləntilərdir. Şagirdlərdən gözləntilərin daha sərt formasıdır da. Daha sərt forması, hə. Gözləntilərin daha sərt formasıdır. Bəli. Məsələn, qaydalardan müəllim ən son həddə istifadə edir. Əvvəlcə gözləntisini deyir. Ay uşaqlar, sizin davranış və fəaliyyətinizin necə olmasını istəyirəmsə, onu gözlənti şəkildə deyir ki, bax, sizin davranışınız, fəaliyyətiniz bu cür olmalıdır. Gözlənti şəklində bunu dedi. Gördü ki, gözlənti yerinə yetirilmir, onda neynir? Qaydanı tətbiq eləyir. Bəli. Yaxşı. Qaydalar, bu qaydalar tərtib olunan zamanı, Saadət müəllim, kim tərtib eləyir bu qaydaları? Qaydaları müəllim rəhbəri tərəfindən tərtib olunur. Eyni zamanda fən müəllimi tərəfindən də qaydalar tərtib oluna bilər. Məsələn, tarix müəllimi özü qayda tərtib edə bilər. Kimya müəllimi də, fizika müəllimi də, hər bir fənnin müəllimi özü qayda tərtib edə bilər. Eyni zamanda ümumi qaydalar da sinif rəhbəri tərəfindən, məsələn, mən özüm sinif rəhbəriyəm, qaydalar yazıb yapışdırmışam divara. Uşaqlara dərsin əvvəlindən yazıram, yapışdırıram divara ki, bu qaydalara əməl etməlisiniz. Düzdür. Və onları da izah edirik ki, bu niyə görə? Açıqlayırıq. Bəli. Bəs şagirdlər həmin qaydaların tərtibatında iştirak etmirlər? Bəli, şagirdlər də iştirak edə bilərlər. Əgər bir hissəsində şagirdin özünün ixtiyarına vermək lazımdır ki, onlar özləri də qayda tərtib eləsinlər. Hansı ki, qaydanı tərtib edən şagirdlər onlara daha yaxşı əməl edəcəklər özləri tərtib elədikləri qaydaya. Bəs yaxşı, Günəş müəllim, qaydanı dedik ki, tətbiq edərkən, tətbiq elədik. Bəli. Bax, burada bu qaydaları dəyişə bilərik, düzdür. Bəs yaxşı, qaydaları şagird yerinə yetirəndə nə olur, yerinə yetirməsə nə olur? Qaydanı elə bir ki, yerinə yetirəndə ona nəsə mükafat əldə edir də. Yerinə yetirməyəndə isə nəsə cəza gözləyir şagirdi. Bəli. Məsələn, təriflənir də deyirlər, afərin, halaldır sənə, belədən, yəni müsbət gözlənti. Müsbət gözlənti, qaydanı riayət etmədə mənfi gözlənti. Cəza gözlənti. Bəli. Yəni biz burada qaydada deyirik ki, bəli, yerinə yetirilən zamanı müəllim onu tərifləyir, mükafatlandırır. Amma yerinə yetirilməyəndə isə cəza vardır bunun sonunda, düzdür. Məsələn, cəza nə verə bilərik burada? Günəş müəllim. Cəza nə verə bilərik? Çoxlu tapşırıq verə bilərik. Ay, sağ olun. Çoxlu tapşırıq. Yəni belə ancaq fiziki yox da onun nəsə ya şilləmi, belə şeylər etmək olmaz. Ya tapşırıqla cəzalandıra bilərik, ya deyə bilərik ki, valideynova zəng edəcəm.
şikayət edəcəm, ya sən direktor notu, yox direktor notanı müəllim apara bilməz, yəni müəllim özü yoluna Bəli. qoymalıdır da, o Düzdür. aciz müəllimdir ki, yəni problemi özü həll edə bilmir, kiməsə şikayət edir. Ən sevmədiyim hissəsidir bu. Günəş müəllim, bəs yaxşı. İndi tutaq ki, biz şagird qaydanı yerinə yetirdi, tərif verdik. Tərifi necə verəcəyik? Tərif də uşağın işinə görə verilməlidir. Yəni onun emosiyalara görə. Hə də fəaliyyətinə görə. Yəni tərifləyək, tərifləməlidir. Ay, halaldır sənə. Səndən yoxdur bu sinifdə. Yəni belə tərif etmək olmaz da. Bəli, sən dahisən, əhsən, sən bir dahisən, çox yaxşısan, həmişə bacarırsan. Yəni bu cür tərifləmirik, gördüyü işi tərifləyirik. Bəs yaxşı, Səadət müəllim, qaydaların sayı nə qədər olmalıdır? Çox olsa nə olar? Qaydalar çox olanda yorucu olur da, 3-5 dənə olmalıdır qayda. Bəli, 3-5 qayda olmalıdır. 3-5 arası qaydaları sayılırsanız, hə. 3-5 arası ən optimal seçim. Bəs çox olsa nə olar Səadət müəllim? O yorucu olur müəllimə. Şagirdlər üçün yadda saxlanması çətinlik olacaq. Cümlə quranda elə sözlər istifadə etmək lazımdır ki, onlar üçün çox negativ olmasın. Biraz pozitiv cümlələr qurmaq lazımdır. Əgər onlara qaydaları Bəli. Yəni olmaz, yox. Mən dedim belə olmaz, bunu yox. Məsələn deyirik ki, qaçmaq olmaz cümləsinin əvəzinə biz məktəbdə ancaq yeriyirik. Yəni burada biz elə ifadə işlətməliyik ki, şagird anlaşıqlı olsun, şagirdi üçün daha pozitiv dildə olsun, pozitiv olsun. Yaxşı, Günəş müəllim, prosedurlar nədir? Prosedurlar da ki, elə adından göründüyü kimi, prosedurul bilik kimi də ardıcıllıq. Məsələn, hər hansısa bir marketə giririk, marketə hansı qapıdan girmək lazımdır, giririk, alış-verişimizi edirik, nə lazımdır, alırıq, götürürük, kassaya yaxınlaşırıq, pulumuzu ödəyirik, səliqəli şəkildə digər qapıdan çıxırıq, gedirik. Yəni, prosedurlar belə baş verir və yaxud da ki, hava limanında. Qapıdan giririk, çantamızı, əl sumkamızı da yoxlatdırırıq, səliqəli şəkildə keçib, gedib təyyarəyə minib, uçuruq harasa. Bəli. Bəs sinifdə bunun əhəmiyyəti nədir? Sinifdə bunun əhəmiyyəti, prosedurun əhəmiyyəti sinifdə. Sinifdə bunun, məsələn, şagirdlər dərsə keçəndə, qapını döyüb içəri girəndə, elə müəllim var ki, məsələn, soruş, niyə gecikmirsən, hardaydın? Yaxşı ki, özün yaddan çıxıb qalmasaydı və yaxud da belə şagirdi, müəllim əvvəlcədən proseduru qoymalıdır, şagirdlər prosedurlar qoymalıdır. Məsələn, məsuliyyətli olun, dərsə vaxtında gəlin. Şagird də gecikəndə sakitcə sinif otağına daxil olur, yerinə keçir, dərsə qoşulur. Yəni, belə prosedurlar olur. Tez-tez də təkrarlansa bu gecikmə halları müəllim dərsdən sonra uşaqla söhbət edir də, yəni onun gecikmə səbəbini soruşur. Dərs zamanı soruşmur ki, o vaxt itkisinə səbəb ola bilər. Bəli, yəni burada şagirdin davranış və fəaliyyətini nizama salmaq üçündür. Öyrənmə mühitini daha yaxşı, daha rəvan, daha axıcı etmək üçün, vaxt itkisi olmaması üçün bəli, istifadə olunur. Səadət müəllim. Bəli, müəllim. Məsələn, bax biz dedik ki, sinif müzakirə proseduru. Bax, bunu necə etməlisən, bu proseduru? Sinifin müzakirəsi prosedurunda yalnız müəllim işarəsi olanda danışmaq. Sonra danışanı diqqətlə dinləmək və baxışları ona yönəltmək. Qarşılıqlı hörmətə riayət etmək, bir də danışan zaman əlinizi qaldırmaq. Əhsən, düzdür. Günəş müəllim, şagirdlərin diqqətini müəllimə yönəltmək üçün prosedur. Günəş müəllim. Bəli, müəllimə. Deyir ki, qələmi yerə qoymaq idi, orada var idi. Hə, müəllimə baxmaq. Hə, müəllimə baxmaq, yəni müəllimi gözləməkdə.
dinləməkdir də. Bir də Bir də dinləmək, müəllimi Saadət dinləmək. müəllimdən kömək istəmək üçün olan prosedur. Hə, şəhadət barmağını qaldırmaq, səbirlə müəllimin şagirdi görməyini gözləyirik ki, bizi görür, görsün. Bir də yanına yaxınlaşması. Hə, bir də müəllimin yanına yaxınlaşmasını gözləmək. Müəllim ona nə vaxt yaxınlaşacaq? Bəli. Yaxşı. Onu gözləmək lazımdır. Saadət müəllim, müəllim bu prosedurlara öyrətmək üçün hansı addımlardan istifadə eləyir? Hə, müəllim prosedurun nədən ibarət olduğunu öyrətmək. Əgər şagird prosedura etməyib də prosedura. Bəli. Onda deməli müəllim prosedurun nədən ibarət olduğunu yaxşı öyrətməyib uşağa. Sonra şagirdlər prosedura necə riayət etməyini öyrənməyiblər hələ ki. İdarə etməyə vaxt sərf eləməyib müəllim prosedurların idarə olunmasına, sinifin prosedurlarının idarə olunmasına vaxt sərf eləməyib. Bəli, bütün bunlar əgər sinifdə pozğuntu baş verərsə, dediyiniz, yəni müəllim prosedurun nədən ibarət olduğunu öyrətməyib, vaxt sərf eləməyibdir, bunu lazımsız bilibdir. Ona görə də davranış pozğuntuları meydana gəlir. Və burada prosedurun öyrənilməsi üçün 3 addımdan istifadə edir. Öyrətdim, məşq et və möhkəmləndir. Bəli, əvvəl öyrədir, sonra məşq elətdirir, sonra da möhkəmləndirir. Möhkəmləndirir. Bəli. Yəni burada bu cür. Yaxşı. Gəlirik növbəti dərsimizə, sinif otağında öyrənmə və öyrətmə mühitinin funksiyası. Müasir dövrdə insan həyatını əhatə edən amillər o qədər sürətlə dəyişir ki, artıq bir çox anlayışlar sərhəd tanımır. Məsələn, bir insanın hansısa bilik, bacarığa yiyələnməsi hər an, hər yerdə baş verir. Yəni, öyrənmənin baş verməsi üçün bir çox hallarda zaman, məkan o qədər də böyük əhəmiyyət daşımır. Bununla yanaşı, şagirdlərin təhsil proqramının tələbi olan bilik və bacarıqlara sahib olması üçün ayrıca məkan, məktəb var. Hər şagird məktəbdə sinif otağında təhsil alır, öyrənmə əsasən sinif otağında baş verir. Sinif otağında öyrənmənin baş verdiyi əsas məkanlardan biri olduğunu nəzərə alsaq, o zaman onun tərtibatına, fiziki quruluşuna diqqət etməli olduğumuzu da bilməliyik. Ümumiyyətlə, şagird mərkəzli formada qurulmuş sinif otağı şagirdlərin öyrənməsinə, motivasiyasına, dərsə cəlb olunmasına, müəllim-şagird, şagird-şagird münasibətlərinə ciddi təsir göstərir. Həmçinin doğru düzgün edilmiş sinif öyrənməsi, əlçatanlığı, vaxta qənaət edilməsi baxımından əhəmiyyətlidir. Sinif otağının şagirdlər üçün əlverişli məkana çevrilməsi üçün bir neçə amilə diqqət yetirək. Temperatur və havalandırma. Temperatur, istilik və havalanma keyfiyyəti şagird nailiyyəti üçün ən vacib fərdi elementlər kimi dəyərləndirilir. Sinif otağının fasilədən havanın necə olmasından asılı olmayaraq hər gün səhər fasilə vaxtları havalandırma şərtdir. Bu, gigiyenik, eyni zamanda şagirdlərin oksigenlə təmin edilməsi baxımından vacibdir. Belə ki, beynin oksigenlə təmin olunması şagirdin aktiv fəaliyyətinə müsbət təsir edir. İşıqlandırma. Düzgün olmayan işıqlandırma sağlamlıq problemləri yarada bilər. Uyğun olmayan işıqlandırmadan ən çox yaranan şikayətlər baş ağrısı, göz yorğunluğu, ümumi yorğunluqdur. Bu şikayətləri aradan qaldırmaq üçün parıltısız, titrəməsiz işıqlandırmadan istifadə etmək təklif olunur. Gün işığı insan orqanizmində bioloji təsirlər yaratdığı üçün tələbə nailiyyətlərinə müsbət təsir göstərdiyi sübut olunmuşdur. Gəlir divarların rəngi. Göz vasitəsilə örtülən rəngin insanda əhval-ruhiyyəyə, zehni aydınlığa, enerji səviyyəsinə təsir etdiyi iddia edilir. Uşaqların yaşından asılı olaraq müxtəlif rənglər stimul verici hesab olunur. Kiçik uşaqlar parlaq rənglər, naxışlara üstünlük verirlər. Yeniyetməlikdə isə daha yumuşaq rənglərə üstünlük verirlər. Sinifdəki divarların rənginin məhsuldarlığı və burada dəqiqliyə,
soyuq rənglərin konsentrasiyasına təsiri vardı. Hətta 7-9-cu sinifdə oxuyan qızlar üzərində aparılan tədqiqatlar, araşdırmalar iştirakçıların istədikləri rəngə boyamaqla otaqlarda işləyərkən daha az səhvə yol verdikləri, tapşırığın yerinə yetirərkən vaxtdan məhsuldar istifadə etdikləri də aşkar edilmişdi. Burada fiziki təhlükəsizlik, sinifdə şagirdlərin özünü fiziki baxımdan təhlükəsiz hiss etmələri önəmlidir. Sinifdə üstü açıq elektrik naqillərin olmamasına, elektrik açarının, elektrik yuvalarının təhlükəsiz olduğunu, kəsici, deşici, yandırıcı əşyaların olmamasına əmin olmaq lazımdır. Mebellərdən istifadə. Burada sinifdə istifadə edilən dolabların, partaların və digər əşyaların təyinatı üzrə doğru istifadəsi öyrənməni dəstəkləyən vacib amillərdir. Sinifdə partaların düzülüşü standart qalmamalı, dərsin məqsədindən, istifadə olunacaq tapşırıq tiplərindən və iş formalarından asılı olaraq partalar dəyişdirilməlidir, düzülüşü. Sinifdə partaların düzülüşü ənənəvi sıra ilə, dairəvi düzülüş, U şəklində düzülüş, bir də qrup şəklində düzülür. Ənənəvi mühasirə quruluşu adətən sinif oturacaq cərgələrindən ibarət olur. Şagirdlər arxaları yoldaşlarına, üzləri isə müəllimə tərəf əyləşirlər. Partaların belə formada düzülüşü tarixən kollecdə, universitetlərdə geniş yayılmışdır. Bu forma şagirdlərin lövhəni rahat görmələrini təmin edir. Fərdi və cütlərlə iş zamanı əlverişlidir, lakin kiçik böyük qruplarla iş formaları üçün uyğun deyil. Şagird ünsiyyətini minimuma endirir. Bir çox hallarda müəllimlər ünsiyyəti ən çox birinci sırada və ya sinifin ortasında oturan şagirdlərlə qururlar. Arxa cərgədə əyləşən şagirdlər isə daha az məşğul olur, diqqət yetirirlər. Həmçinin arxa cərgədə oturanlar təlimatı eşitməyə, dərsə aktiv şəkildə cəlb olunmaya bilər. Dairəvi masa düzülüşü, burada partaların dairəvi formada düzülməsi sinifdə bütün siniflə iş formasına, müzakirə texnikası tələb edən iş üsullarına müraciət edən zamanı istifadə oluna bilər. Bu cür düzülüş öyrənmədə hər kəsə eyni imkan yaradır. Güclü, zəif şagird anlayışına bir izah gətirir. Onun burada müzakirəni daha da effektli edir, qarşılıqlı ünsiyyəti, göz təmasını təmin edir, cəlb olunmanı dəstəkləyir. U şəkilli düzülüş necədir? Burada U şəklində partalar düzülür. Bu cür düzülüşün iştirakçıları arasında üzbəüz qarşılıqlı münasibət, əməkdaşlığı dəstəkləyir. Müzakirə zamanı şagirdlər bir-birini rahatlıqla görə bilirlər ki, bu da bir-birlərinin fikrinə münasibət bildirməyə, müzakirəni daha da dərinləşdirməyə imkan verir. Bu cür düzülüş müəllimin rahat hərəkət etməsinə, şagirdlərin qarşılıqlı ünsiyyət qurmasına əlverişli şərait yaradır. Təqdimatı hər kəs rahatlıqla görə bilirlər. Qrup şəklində düzülüş. Qrup şəklində oturma, qrup işi zamanı istifadə edilir. Bilər bu problem tapşırığı, layihələri birlikdə həll etməyidir, birlikdə öyrənməni, əməkdaşlığı təmin edir. Bu cür oturma həmçinin qarşılıqlı ünsiyyəti formalaşdırır, yumuşaq bacarıqları inkişaf etdirir, dəstəkləyici mühitin yaradılmasında önəmli rol oynayır. Dərsdə partaların bu formada düzülməsi həm də şagirdlərin müzakirə olunan məsələyə, həll olunan problemə müxtəlif perspektivlərin müəyyənləşdirilməyinə də kömək edə bilər. Müəllim sinifin dizaynının yaradıcı yanaşa bilər. Fərqli rənglərdən, müxtəlif məzmunlu dizaynlardan, partaların çeşidli düzülüş formalarından istifadə edə bilər. Sinifin şagirdlər üçün maraqlı olması, öyrənmə prosesinin dəstəklənməsindən əsasdır. Bütün bunlar həyata keçirilməsi üçün
məktəb rəhbərlərinin də müəllimləri dəstəkləməsi, onlara şərait yaratması da lazımdır. Bundan başqa sinifin ölçülərinin də bu məsələdə rolu var. Arzu olunandır ki, partalar istehsal olunan zamanı 2 şagird üçün deyil, sinifdə şagirdlərin rahat hərəkət etməsi, həmçinin müxtəlif iş formalarından rahatlıqla istifadə edilməsi üçün tək nəfərli olsun. Bu qədər müəllimlər dərsimiz.